Salam dəyərli izləyicilərim. Bugün sizə Məşdağanın gözəl yerində, Kirov Qurğuna yaxın 128 nömrəli məktəb tərəfi. Əzizlərim, 10 sot torpağın içində yerləşən 3 otaqlı yaşayışlı bu gözəl mənzili sizə təqdim edirəm. Əzizlərim, həyətimizdə növbə-növ bar verən meyvə ağaçları. Buyurun, gəlin bir-bir göstərəcəm hamısını sizə. Bax, burada əzizlərim, toyuq-cücə saxlamaq üçün, mal heyvan saxlamaq üçün damı var. Qabağında setkası ki, açıb havaya buraxanda, yəni içəri qalmasın, bu əkin içinə girməsin. Bax, burada görürsünüz əzizlərim, nə gözəl. Bax, bu gilanar, bütün növ meyvə, üzüm, hər ağaçdan var. Bu limon ağacı, baxın əzizlərim. Baxın, bura həyətin, bax, bu divar boyu hamısı zəfəran. Bilirsiniz ki, zəfəran da bahalı bitkidir. Yəni, hər yerdə də o bitmir. Torpağı o qədər xam torpaqdır ki, burada əmələ gəlir. Baxın, əzizlərim, əncil ağacı, bax, bu sıra əncildir, bu sıra nardır. Həyətin yiyəsi, maşallah, o qədər səliqəli kişidir ki, bütün hər şeyi elə sırayla qəşəng yerləşdirib. Bax, burada yenə gavalı, alça, ərik ağacı, bax, gəlin buradakı ağaçlara da baxın. Maşallah, heyvə ağacı, bütün ağaçlardan var. Baxın, əzəm, bu tanıyırsınız da yəqin, o qara moruq var. Bax, bu sarı da onun həmin bundan da. Bu heyvə ağacı. Bax, burada yenə gilanar, lavrovlis, görün nə gözəl güllər. Bu evimizin arxa tərəfi belə açıq eyvandır. Yayda burada oturmaq üçün. İndi gedən evimizlə sizi tanış edeyim. Baxın, yəqin ki, ağaçları görürsünüz, maşallah. Həyətdə gülgülü çağırır, bülbülü. Çox gözəl həyət bacadır, əzizlərim. Əziz izləyicilərim, onu da qeyd edim ki, evimizin qarşısında evdən əlavə, yəni obyekt eləmək olar. Buyurun, gəlin, baxın. Gedəyim birinci evimizlə tanış edeyim. Ondan sonra gəlib buralara yenə tanış edeyim. Bax, burada görürsünüz, bu həyətdən girəndən sonra yenə ev burada kürsülüdür. Bax, bura qonaq otağıdır. Burada yenə bir qonaq otağı varımızda, əzizlərimdir. Kim nə istəyər, eləyər. Burada yataq otağıdır. Bura mətbəxdir. Bura evin içi üçün sanuzeldir. Əzizlərim, bax, burada da yenə də çöldə də, yəni sanuzellərdə ayrı-ayrılıqda var. Baba, burada yenə çöldə, baba, bu yenə sanuzellərdə yolu ayrı-ayrılıqda, bax, belə bayırda da var. Burada da əzizlərim, çölün xod eləmiyor. Bax, belə bir yeri var ki, bunu da obyekt eləmiyor. Kim istə otaq da eləmiyor. Nə evləriniz istəyir, əl evi kim. Yəni, amma mən olsam bunu, çünki xodu çölədir, bir xudumani bir obyekt eləyərəm. Elə həyəti ilə göy-göyərtə səpib, onun pulundan dolanaram valla. Əzizlərim, evin qiyməti çox gözəl qiymətdir. 58.500 manatdır. Bu evi başqa makliyərə 70.000-dən qoyub səhviyyə. Mən gəldim. Dedim, əmi, bunu elə qiymət ver geçsin də başıma dönərəm. Razılaşdı. Səhvdə bələdiyyədir. Buyurun, əzizlərim, müraciət eləyin.